Fira, sənə dedim axı, mənim səndən xoşum gəlir. Xahiş edirəm, mənə bir şans ver. Şans ver, özün görəcəksən, yəni sənə qarşı fikrim ciddidir. Elçin, mən axı rəsmi boşanmamışam. Başa düşürəm, amma Sən başa düşmürsən, mən indi buna hazır deyiləm. Axı dedim mən sənə bunları. Mane olmadı. Yox, Xavər xanım, tanış olun, Elçin tanışımdır mənim. Elə buradan keçirdi, məni gördü, salamlaşmağa gəldi. Elçin. Elçin adında tanışın olduğunu bilmirdim. düz deyir, tanışıyam. Ben de qaynanasıyam. Şad oldum. Yaxşı, onda mən gedim. Sağ olun. Sağ ol. Kim idi? Tanışım. Fira, sen boşanmamışsan ha? Düşünmürsən ki səni kimsə görər, sonra nə fikirləşər? Yox. Düşünmürəm. İnsanlar onsuz da nəsə danışmağa tapacaq. Mən Seyranın yanında onda nə deyirdilər? Bəbirlə Xavərin oğlu Seyran narkomandır. Fira da narkomanın arvadıdır. Onlar taparlar nəsə danışmağa. Ona görə də maraqlı deyil. Həm də biz boşanırıq da az qalıb onsuz da. Əslində gəlmişdim deyəm ki, Seyran sağalmaq istəyir. Sənə də ihtiyacı var, dedim bəlkə qayıdarsan. Yox. O da qayıtmağımı istəyir. Amma görürəm ki... Yox. Xavər xanım, siz özünüz də bilirsiniz ki, Seyran sağalmayacaq. Özünüzü aldadırsınız. Amma mən özümü də aldatmaq istəmirəm. Əgər buna görə gəlmişdinizsə, nahaq yerə gəlmişsiniz.